Salam, hörmətli və dəyərli müəllimlər. Güvənin təşkil elədiyi 2026-cı il müəllim qəbul imtahanı suallarının izahının davamına baxacağıq. Videonun aşağısında bəyənmək və paylaşmağı unutmayaq. Bəyənib paylaşan hər kəsə öncədən təşəkkürümü bildirirəm. Deməli, biz keçən videomuzda izahda qalmışdıq sual 20-də. 21-ci sual isə belədir. Deməli, bizə verilən maddə gliserinlə glisindir. Gliserinlə glisin. 21-ci sual. Gliserin bu şəkildə yazılır. 3 atomlu spirtdir. Deməli, 3 dənə OH qrupu var gliserində. Sual belədir. Bir də glisindir. Glisin isə amin turşulara aiddir. 2 karbonlu amin turşusudur. Belə. Deməli, eyni olanları müəyyən edin deyir. Birinci, molekulda karboksil qrupu var. Baxın, karboksil qrupu amində var, amma gliserində yoxdur. Deməli, bu eyni deyil. Suda həll olması. Hər ikisi suda həll olur. Doğrudur. Molekulunda 3 karbon atomu olması. Gliserində 3 karbon atom var, amma glisində yoxdur. Deməli, doğru cavab olacaq. Yalnız 2 Y variantı. 21-ci sualın cavabı. 22-ci suala baxırıq. 22-ci sual isə belədir. Bizə verilən maddəmiz cədvəldə azot dioksid və diazot tetroksiddən ibarət homogen qaz qarşılığındakı N2O4-ün hamısı NO2-yə çevrildikdə baş verən dəyişikliklər verilmişdir. Yenidən deməli biz bir lövhəmizi açaq. Belə bu şəkildə də yerləşdirək. Sual belədir. Biz deməli nə edəcəyik? 22-ci sualda. Deməli, bizim qarışıq maddələrimiz NO2 ilə 22-ci sual NO2, bir də N2O4-dür. İlkin qarışıq verilib, baş verən proses verilib. İlkin qarışığa görə mol sayının artma faizi 20%-dir. Biz bilmədiyimiz üçün ilkin qarışığı A mol götürsək, bunun artımı isə belə olacaq. A-nın 20%-ni tapsaq, A vurulsun 20, bölünsün 100 eləyəcək. Yəni, bu da eləyəcək 0,2 A mol. Yəni, 0,2 A mol artım baş veribdir. Artımın baş vermə səbəbi isə N2O4-ün NO2-yə parçalanmasıdır. Bu reaksiyanı bizim bu tənlimimizdə veribdir. Və N2O4 NO2-yə parçalananda əmsalına 2 düşür. Yəni, 2 mol 1 moldan elə bilir ki, bu maddə 2 mola gəlir. 1 moldan 2 mola gəlir. Yəni, nə qədər artım baş verir? 1 mol artım baş verir. 1 mol artım baş verəndə nə qədər N2O4 parçalanır? 1 mol N2O4 parçalanmış olur. Onda bizim bu reaksiyamızda biz gördük ki, 0,2 A mol artım baş veribdir. Deməli, onda nə qədər N2O4 parçalanmış olacaq? Ona tənasüb quraq. Deməli, 0,2 A mol artım baş verdikdə isə 0,2 A mol N2O4 parçalanmış olacaq. Burada yerinə qoyarım 0,2 A parçalanır deməli. Yaxşı. Deməli, bu A maddəmiz, yəni qarışığımız əvvəl A idi da. 0,2 A-sı N2O4-dürsə, onda NO2-yə nə qədər düşür? A-dan çıxacaq 0,2 A-sını eləcə 0,8 A mol NO2. Yəni, bizim ilk qarışığımız belə olubdur. NO2 0,8 A mol,
N2O4 isə eləcə 0,2 amol. Yəni bunları ixtisar aparsaq alar gedər. 0,8-dən 0,2 ixtisar eləsək, yəni bu 4-ün 1-ə nisbətindəymiş. 4 mol NO2, 1 mol N2O4. Bizdən soruşur ki, azot dioksidinin kütləsi diazot tetroksidin kütləsindən neçə dəfə çoxdur? Aha. NO2-nin emeri NO2 eləcə 46. Emer N2O4 də bunun gördüyünüz kimi 2 mislidir, yəni 92 eləyəcək. İndi 4 mol NO2 olduğu üçün yazacağıq 4 vurulsun 46 bölünsün 1 mol N2O4 olduğu üçün 1 vurulsun 92. Bu da bərabərdir. 46 ilə 92 ixtisar gedəcək 2 qalacaq. Burada 4-ə 2-yə böləndə 2. Deməli, doğru cavab olacaq B variantı 22. Bu 20 neçənci sual idi? 22-ci sual idi. Cavab da oldu 2. Keçirik 23-cü suala. 23-cü sual belədir. Deməli, su və NH3 üçün fərqlidir deyir. Yaxşı, suyun formulunu çəkirik. HOH. Yəni 2 dənə rabitə var. NH3-ü də yazırıq azot, 3 dənə hidrogen, 3 hidrogen atomu birləşsin azota. Azot və oksigen atomlarının hibridləşmə vəziyyəti hər ikisi sp3-dür. Fərqli olanı istəyir. Burada hər ikisi sp3-dür, yəni bu hər ikisi eynidir. Bizə uyğun cavab deyil. Sonra molekullarındakı rabitələrin sayı. Bax, burada 2 rabitə var, burada isə 3 rabitə var. Deməli, bu fərqlidir. Bax, bu bizə uyğundur. Fərqlini istəyir çünki. Üçüncü, rabitə əmələ gəlməsinə sərf olunan hibrid elektron buludlarının sayı. Burada 2 dənə hibrid elektron buludu istifadə olunub. Amma azotla olanda isə 1, 2, 3 dənəsi istifadə olunub. Deməli, bu da bizə uyğundur fərqlini istədiyi üçün. Maye halda molekul arasında hidrogen rabitəsinin olması, bəli, hər ikisində hidrogen rabitəsi var. Bu eynidir, fərqli deyil. Deməli, doğru cavab olacaq 2 və 3 oldu. Deməli, D variantı 23-cü sualda. 24-cü suala baxsaq əgər, 24-də hesablama tələb edən sualdır. Pəncərəni açaq. Deməli, bizim sualın birincisində lityumun su ilə reaksiyasını görürük. Bu birisində isə kalsiyumun reaksiyasını görürük. 24-cü sual. Deməli, lityum üzərinə su əlavə etdikdə alınır. Bilirik ki, lityum OH və hidrogen qazı. Əmsallarda 2, 2, 2-dir. Aha. Lityumun ayırı verilib aşağıda 7, 2-yə vursaq 14. Buradan alınır 2 qram hidrogen. Kütləsi lityumun şərtdə verilib m qram. Buradan da alınır 2m bölünsün 14. 2m bölək 14 olacaq. 14. Aha. O birisi maddəmizə baxırıq. İkinci maddəmiz bizim kalsiyum hidriddir. Kalsiyum H2. Bunun isə su ilə reaksiyasından kalsiyum hidroksid alınacaq. Bir də yenə hidrogen qazı alınacaq. Burada da əmsal 4 hidrogen olduğu üçün deyəm bir dəqiqə OH sayı 2-dir. Burada suyun əmsalla 2 düşəcək. Sağda isə hidrogenin əmsalla 2 yazsaq bərabərləşəcək. Kalsiyum hidridin isə emeri, yəni molekul kütləsi kalsiyum 40, 42. 42-dən 4 qram hidrogen alınır. M qram kalsiyum hidriddən isə 4m bölünsün neçə eləyəcək? 42. Aha. Bura qədər hər şey qəşəng gözəl. Hidrogenlərin cəmi isə 40 qramdır deyir. Yəni 2m bölünsün 14 toplansın
4m bölü 42 bərabərdir 40-a. Aha. Buradan 42 ortaq məxrəc kimi götürsək 42 deyiləcək neçə? 6m üstə gəl 4m bərabərdir 40-a. Burada 10m bərabərdir 10m bərabərdir 40 və 42-yə, eləmi? Buradan da ki m bərabərdir 168-ə. M tapdıq 168. Sual nədir? Deyir ki, tərəzini yenidən tarazlığa gətirmək üçün kütləsi az olan tərəfə neçə qram su əlavə edilməlidir? Aha, bu hissəsi qəşəng maraqlıdır. Biz burada yerinə qoyub bu azalan hidrogeni tapa bilərik. Bax, bu hər ikisi reaksiyada. Yəni, 2 vurulsun, M-in yerinə 168 tapmışıq. 168 bölünsün 14. Buradan bu eləyəcək neçə? İxtisar aparsaq qalacaq deməli 24. Aha. Litiumla olan reaksiyada deməli 24 qram hidrogen alınıb. Yəni hidrogen uçub gedib. Bəs bu birisində nə eləyir? İkinci reaksiyada 4m bölünsün 42-dirsə, bunu biraz aşağıdan yazacağım. Burada biraz yer yoxdur. 4m 4 vurulsun 168 m tapmışıq. Bölünsün 42-yə. Burada da ixtisar aparsaq qalacaq neçə? 16. Aha. Deməli, birində 24 qram hidrogen uçub gedir. Digərində 16 qram. Yəni, nə qədər su əlavə etməlikdir? 24-dən 16 çıxsam 8 qram eləyir fərqi. Deməli 8 qram su töksək tarazlıq yaranacaq. Doğru cavab deməli nə olacaq? 24-də A variantı 8. Bir də belə göstərirəm ümumi şəkildə. Reaksiyamız bax belə oldu. Sonra 25-ci sualdır. 25-də alkil halogenin reaksiyası deməli bu şeydir. Natriumla reaksiyası virus reaksiyasıdır. 2,3 dimetil butan alınıb. Birinci 2,3 dimetil butanı ayrıca yazıram. Butan, 2-dən 3-dən də metil. Deməli bizim virus reaksiyasında var radikalımız buymuş. Deməli Y-imiz nə olacaq? İzopropil radikalı. Yaxşı. İkinciyə baxırıq. X xlor və Y xlor maddəsindən isə deməli 2,3 dimetil butan bu alınır. Onsuz yuxarıda bilirdik. Həm də normal butan alınır. Normal butan isə 4 dənə karbondur. Deməli bu radikalımız nə olacaq onda? Etil radikal olacaq. Həmçinin etillə izopropil də birləşə bilər ki, bundan da 2 metil butan alınacaq. Doğru cavab deməli 25-də B variantı olacaq. Sonra 26-cı suala baxaq. 26-cı sualda bəsit maddələri göstərir. Birinci reaksiya natrium peroksidlə karbon qazından natrium karbonat plus oksigen qazı alınır. Bizə deyək ki, X, Y, Z bəsit maddələrdir. Deməli, X-imiz nəymiş burada? Oksigen qazı. O2. İkincidə barium sulfat alınır. Bir də ozon alınır. Ozonun alınma reaksiyasıdır. O3 laboratoriya. Dördüncüdə isə CO və hidrogen qazı alınır. Bu da Z deməli bəsit maddə olduğu üçün H2-dir. Hər üçünü təyin etdikdən sonra deməli biz burada belə bir şey edə bilərik. Bu biraz səliqəsiz düşdü. Deməli buradakı oldu hidrogen qazı. Aha. Silisiumun deyir ki, aşağıdakı reaksiyanın neçəsi baş verir? Bax, birinci silisiumun X-lə reaksiyası. Silisium oksigenlə reaksiya gedir, baş verdi. Kalium yodid su Y-dəki ozondur. Bu da reaksiya baş verirdi. Alüminiumun Z-lə reaksiyası. Alüminium hidrogenlə reaksiyaya getmir.
Gümüş plus X, yəni oksigen, gümüş oksigenlə getmir. X plus Z, yəni oksigenlə hidrogen reaksiyası su alınır, gedir. Dəmir plus su plus oksigen bu reaksiyada gedir, dəmir OH3 alınır. Deməli, neçə reaksiya baş verə bilər? 1, 2, 3, 4. Deməli, 26-cı sualda doğru cavabımız olacaq D variantı 4. 27-ci sual. 27-ci sualda hesablayırıq. Hı -hı. 27-ci sual belədir. Metanın 17 mol oksigenlə 10 mol metanın 17 mol oksigen arasında reaksiya axıra qədər gedir. Reaksiya nəticəsində yalnız CO, CO2 və su alınır və heç bir maddədən artıq qalmır. Reaksiyaya daxil olan CH4-ün neçə faizi tam oksidləşmişdir? Tamam. Birinci reaksiyamızı yazırıq. CH4 plus oksigen qazı alınır. CO2 plus su. Suyun əmsalı burada 2-dir. CH4 və oksigen 4 dənə olduğu üçün oksigenin də əmsalı yenə 2-dir. Aşağılarını yazıram. Bunun CH4-ün əmsalı 1-dir, 1 mol, oksigenin əmsalı 2-dir, 2 mol. Bu reaksiyadan alınan CO2-ni də yazıram. 1 moldur. Hər ikisindən yəni 10 mol CH4, 17 mol oksigen götürüldüyü üçün oksigen tam sərf olunur, çünki birinci nisbətində reaksiyaya daxil olur. CH4-dən isə 8,5 mol daxil olacaq, yarısı qədər. Burada 8,5 molda CO2 alınacaq. İndi biz belə bir şey eləyəcəyik. Deməli, bu CH4-dən əvvəl 10 mol verilmişdi bu da şərtdə. 10 moldan deməli nə qədər reaksiyaya daxil olur? 8,5. Deməli 1,5 molu artıq qalıb. Bizə də deyir ki, reaksiyada heç bir maddədən artıq qalmır. Yəni bu deməli CH4-ün özü CO2 ilə də nədir? Reaksiyaya gedir. Və bu reaksiyada CO və su alına bilir. Bu reaksiyada yetdi. Və əmsalları da belədir. Oksidləşmə reduksiya ilə də əmsallaşdıra bilərik. Karbon burada neçədir? Hidrogen -1, müsbət 1. Karbon -4. Burada karbon müsbət 2-dir. Burada da müsbət 4-dür. Deməli, -4-dən müsbət 2-yə gələndə 2 elektron alır. O 2-ni yazacaq. -4-dən müsbət 2, bu da müsbət 4-dən müsbət 2-yə gəlir. İxtisar edilən birlər qalır. Yaxşı, CH4-ün əmsalına deməli 1, CO2-nin əmsalına 3, CO-nun əmsalına 4, suyun da əmsalına 2 düşər. 4-dən hidrogen eləməsi üçün. İndi bizə burada deyir ki, bunun 1 molundan 3 mol CO2 gedir. Bəs nə qədər CH4-ümüz qalmışdı bizim? 1,5. 1,5 molundan nə qədər CO2 reaksiyaya gedər? 1-ə 3 isə 1,5-ə də 4-ə vursaq, 3-ə vursaq 4,5 eləyəcək. Yaxşı, əvvəldə 8 mol CO2 alınmışdı. Bax, bu da 8 mol. Bu 8,5 mol. 8,5 moldan neçəsi CO2-nin reaksiyaya daxil oldu? 4,5-i. Və bərabərdir deməli neçə? 4 mol. Yəni CH4-dəki karbon -4-dür və gəlir neçəyə? CO2-yə, yəni müsbət 4-ə. Tam burada deyir ki, daxil olan CH4-ün neçə faizi tam oksidləşmişdir. Tam oksidləşmə, yəni müsbət 4-ə getmək demək. -4-dən müsbət 4-ə. Neçəsi gedibdir? Görürük ki, 4-ü gedibdir. Bax, budur, cavab tapdıq ki, 4-ü gedib. 8,5 alınırdı. Onun 4,5-i təzədən
CO2-nin nədir? Bir ki, CO-ya gəldi, yəni reaksiya davam elədi. Onun üçün də əvvəldə 10 mol idi CH4. 10 molu 100%-dir. İndi reaksiyaya daxil olan bizdən də reaksiyaya daxil olan CH4-ün neçə faizi tam oksidləşmişdir deyir. Deməli, belə eləyəcəyik. 4 molu, yəni 4-ü CO2-yə gəldiyi üçün x faiz eləyəcək. X də bərabərdir eləyəcək deməli 40%. Doğru cavab 27-də olacaq. A variantı. 28-ci suala baxırıq. 28-də belədir. Hansı reaksiyadan alınan məhsullar doğru verilməmişdir? Aha. Deməli, birinci mis-2 nitratdır. Düzdür, bu özünü orta fəal metal kimi aparırdı. Mis-2 oksidə NO2, O2 parçalanır. Natrium nitrat, natrium nitridə və oksigenə parçalanır. Gümüş nitrat, gümüşə NO2 oksigenə parçalanır. Kalium nitrat, kalium oksidə bu səhvdir. Çünki kalium nitrat, kalium nitridə və oksigen qazına parçalanmalıdır. 28-də oldu D variantı. 29. Makromolekulanın əsas zəncirini, deməli bizə liflər verib, kapron, nədir? Teflon, lavsan, kapron. Deməli, birinci ən yaxşısı elə bunların hər üçünün də formullarını yazaram. Hər üçünün də formulunu yazaq. Deməli, teflon belə yazılırdı. Tetraflor, etenden əvvəl gəlir. 4 dənə flordur. Bu şəkildədir. Bu teflondur. Teflon. Deməli, teflonun əsas şeyi nədir? Əsas zəncirində hansı elementdən təşkil olmuşdur? Karbondan. Deməli, teflon yalnız karbondan təşkil olunur. Belə olacaq. Sonra lavsana baxırıq. Lavsan belədir. Deməli, tereftal turşusu ilə əmələ gəlirdi, bilirik ki, etilen glikoldan. Bu şəkildə idi. Bu tərəfdən də deməli, oksigen, CH2, CH2, oksigen xətt belədir. Bu da tereftaldır. Deməli, tereftalın əsas zəncirində nələr var? Karbon, oksigen var. Karbon və oksigen isə də bu deməli nədir? Lavsandır. Bir dənə qaldı kapronun formulu. Kapron isə belə yazılır. Epsilon amin kapron turşusundan əmələ gəlir. Deməli, 6 karbon olmalıdır. CH2 5 dənə. Sonra C, O. Bu üst tərəfdən isə NH birləşməlidir. NH və mötərizə alıb indeksinə N yazırıq. Bunun əsas zəncirində karbonla azot var. Karbon, azot da deməli kaprona aiddir. Doğru cavab nə oldu? 29-da deməli doğru cavabımız C variantı uyğun gəldi. 30-cu suala baxırıq. 30-cu sualımız belədir. Sual 30. Birinci sualın şərtində deyir ki, həll olma əmsalının temperaturdan asılı qraf verilir. 70 dərəcə maddənin x millilitr suda tam həll edilməsi ilə doymuş məhlul hazırlanmışdır. Bu məhlul 30 dərəcəyə qədər soyudulduqda bir qədər duz kristallaşaraq çökür. Çökən duzu 30 dərəcə temperaturda yenidən tam həll edib doymuş məhlul almaq üçün 450 ml su lazım olduğunu bilərək x-i müəyyən edin. Deməli, birinci 1000 qram suda biz həll olma əmsalı bilirik ki, KH, yəni 1000 qram suda həll olan maddənin qramlarla miqdarıdır. Deməli, 1000 qram suda 30 dərəcədə
200 qram 200 qram duz əldə olur. Bəs 450 qram suda görək nə qədər duz əldə olacaq. X deyirlərdi, deməli neçə? 90 qram. Deməli 90 qram duz əldə etmişik. Deməli 90 qram duz əvvəl burada kristallaşanda çökübmüş. 90 qram duz çökmüşdü. Yaxşı. Bir də belə bir şey yazarıq. Bu 30 dərəcədə idi. Həm də 30 dərəcədə 1000 qram suda 200 qram duz həll olursa, əvvəl bizim suyun miqdarını x mililitr vermişdik, x qram vermişdik yəni. X qram suda görək nə qədər duz həll olar. Bu eləcək, x qramda bir A yazsam, bərabər nə eləcək? 5 dəfə kiçik, 5 dəfə kiçik, 0,2 x eləyəcək. 0,2 x. Deməli 0,2 x duz var imiş. Aha. Bir də 80 dərəcədə, yəni 70 dərəcədə bunun KH-ı var. 70 dərəcədə KH-ımız belədir. 1000 qram suda nə qədər duz həll olur? 800 qram. 800 qram duz həll olur. Bəs bizim x qram suda nə qədər duz həll olacaq? Suda. X qram suda isə 0,8 x qram duz həll olacaq. Deməli, əvvəl 0,8 x duzu idi. Sonra 0,2 x duzu oldu. Deməli, çökən duzumuz da 90 qramdır. Onda belə eləyərik. 0,8 x çıxılsın 0,2 x bərabər eləyərik bunu çökən duzumuza 90 qrama. Buradan da 0,6 x bərabərdir 90 qram. X də bərabər olacaq neçə? 150 qrama. 150 qram. Deməli, bizdən də soruşurdu ki, x-i tapın. X-i müəyyən edin deyirdi. Doğru cavab olacaq deməli, Y variantı 150 qram. 30-cu sualda oldu cavab deməli Y variantı. 31-ci sualda. 31-ci sual dövri sistemə aid müəyyən əsas yarımqrup elementlərindən müəyyən hissə verilmişdir. Əmələ gətirdiyi hansı birləşmənin formulu yanlışdır? Yaxşı, X birinci dövr birinci qrup olduğu üçün elə hidrogendir. Sıra nömrəsi 1 dövrü 1. X hidrogendir. X-imiz hidrogendir. Bəs X-in Z ilə birləşməsinə baxın. Elə A variantına gedək. X-in Z ilə birləşməsi. X 1 valentlidir, hidrogen sabit valentli olur. Z isə 6-cı qrupdadır. 6-cı qrupdakı element isə 3 valentli verir burada. 6-cı qrupdakı element 3 valentli ola bilməz. Deməli, 2, 4, 6 ola bilər. Onda da X 2 Z olmalıdır. X 3 Z verir. Deməli, A variantı yanlışdır. 32-ci suala baxırıq. N böyükdür M olarsa deyir. Növü və adını müəyyən elə. Xrom OH varsa bu əsası düz olmalıdır. Əsasları buradan seçirəm. Sonra N M-dən böyükdürsə, N-imiz deməli M-dən böyükdürsə, N 2 olacaq, M də 1 ola bilər. Çünki xrom 3 valentlik göstərir. Xrom N 2 olanda, deməli 2 dənə buradadır. Xrom 3 valentlidir. Xrom 3 dihidrokso xlorid. Bəli. 2 dənə OH olduğu üçün deməli doğru cavab burada da olacaq. 32-də C variantı doğru cavabımız oldu. 33-cü suala baxırıq. 33-cü sual yenə biraz həll lazımdır. Səhifəni açaq. 33-cü sual belədir. Birinci deməli, hər 3 reaksiyanı yazırıq. Amin turşularından alınan peptidlər verilibdir.
dipeptidlər və onların nisbi molekul kütlələri verilib. Deməli belədir. A üstəgəl B, A üstəgəlsin B alınır dipeptid plus su. Və dipeptidin nisbi molekul kütləsi A plus 71'dir deyir. Aha. Biz belə eləyək də, bilmədiyimiz üçün bunların kütlələrini bilmədiyimizə görə belə bir işarə eləyə bilərik. Elə A-nın kütləsini A ilə işarə eləyək, B-nin də kütləsini B ilə, suyun kütləsini bilirik 18, dipeptidin kütləsini isə burada özü veribdir. A plus 71'dir deyir. Baxın. Yəni bunun kütləsi A plus 71'ə bərabərdir. Buradan onda biz belə bir şey yaza bilərik də. A üstəgəl B bərabərdir. A üstəgəlinsin neçə? 71 ilə 18 toplayanda 89 edir. 89'a. Buradan B-ni taparıq. B bərabərdir. A bu üzə keçəndə çıxma olur. Alar getdi. B bərabərdir 89'a. Biz B-ni tapmış olduq. B müəyyən oldu. Keçək onda ikinci A ilə C-nin birləşməsidir. A və C amin turşuları birləşir. Yenə dipeptid əmələ gətirir. Plus su əmələ gətirir. A-nın kütləsini bilmədiyim üçün yenə A ilə, C-ninkini C ilə, suyun kütləsini bilirəm 18. Burada dipeptidin nisbi molekul kütləsini verib B plus 85. Yəni buraya yazacağım B üstəgəl 85. Buradan da belə bir şey yaza bilərik yenə. A üstəgəlinsin C bərabərdir. B üstəgəlinsin 85 ilə də 18'i toplayanda eləyir 103. 103. Buradan hələ ki B-nin qiymətini yerinə qoyub 89 ilə toplaya bilərik. Yəni A üstəgəl C bərabərdir. B ilə 103'ü toplasaq, yəni 89 ilə 100 toplayanda 89 üstəgəl 103 şəklində saxlayaq. B-nin yerində 89 üstəgəl 103 yazdım. Digərinə baxaq. A deyil. O nədir? B üstəgəl C. B üstəgəl C bu zaman alınıbdır nə? Dipeptid plus su. Burada da B-ni bilmədiyim üçün bir B yazım. C-ni bilmədiyim üçün C. Dipeptidi veribdir burada 188. Suyu da veribdir 18. Aha. Burada artıq B üstəgəl C bərabər yazacağım nə? 188 üstəgəlsin 18. O deyilir 216. 216. Buradan B-nin qiyməti olduğu üçün, verildiyi üçün B-ni gətirib yerinə qoya bilərəm. Yəni C bərabərdir 216 çıxılsın 89. O da bərabər olacaq neçəyə? Deməli 217'yə. C-ni tapdıq 217. Deməli C də müəyyən oldu 217. B-miz var idi. Burada da C-nin A-nı tapmaq olar. A bərabər olacaq. Deməli 89 plus 103 çıxılsın 217. A da eləyəcək 75. Deməli A-nı da tapmış olduq. Və bizdən bunların cəmini soruşduğu üçün cəmini istəyir də. Deməli A, B, C cəmini hesablayın. Deməli yazacağıq 217 üstəgəl 75 üstəgəlsin 89 və bərabər eləyəcək neçə? 281. Deməli burada da doğru cavabımız olacaq. A variantı 33-cü sualda. Sonra 34-cü suala baxırıq. 34-cü sual kalium permanganatın reaksiyasıdır.
34-cü sual. Aha. 34-cü sual. Deməli, birinci kalium manqan O4. Kalium manqan O4 plus H xlor. Xlorun laboratoriyada alınmasıdır. Alınır kalium xlor, manqan xlor 2 plus xlor plus su. Reaksiyamız belədir. Və əmsallar bu 2 idi. H xlorun əmsalı 16 idi. Kalium 2 dənədir. Kalium xlorun əmsalına 2 düşəcək. Manqan 2-dir. Xlorun əmsalına 5 düşür. 18, 16 olması üçün suyun da əmsalına bildiyimiz kimi 8 düşür. Bir reaksiyamız budur. Biri də ki, xlor 2 üzərinə gəlib kalium OH-ın temperaturdakı reaksiyası. Alınır kalium xlor O3 plus su. Burada Bertolli tuzu alınır, yəni kalium xlorat alınır. Bir reaksiyamız da budur. Bunların da əmsalını tez yazsaq. Xlor 0-dan xlor -1-ə, bir də müsbət 5-ə gəlir. 5 birinə düşür. 5 kalium xlorun əmsalına, 1 bura düşür. 6 dənə xlor olduğu üçün 3 bura düşür. Kalium da 6 elədi, 6 düşür əmsalına. Suyun da əmsalına 3 düşəcək və bundan əmsallaşmış olacaq. İndi nə deyir? 1, 2, 3 belə veribdir. Deməli, birinci disproporsiya, yəni öz-özünə oksidaşma reduksiya reaksiyasıdır. Öz-özünə olan xlorla olandır. Çünki xlor həm 0-dan -1-ə, həm də müsbət 5-ə gedir. Deməli, üçüncüyə aiddir 1. Sonra, reaksiya məhsullarından biri sudur. Hər ikisində su var. Reaksiya məhsulları baxırsınız. Deməli, ikinci aiddir ortaya, yəni 2-yə. Sonra, reaksiyadan oksigenli turşunun duzu alınır. Duz hər iki reaksiyada alınıbdır. Oksigenli turşunun duzu deməli 3-cüdədir. Yəni xlorla olan reaksiyadadır. Sonra molekular arası oksidaşma reduksiya reaksiyasıdır. Molekular arasıdırmı baxaq. Bu öz-özünə idi. Deməli, manqan üstə H xlor gəlir. Kalium permanqan üstə H xlor. Deməli, molekular arası oksidaşma reduksiyadır. Bu 4 bura aiddir. Oksidaşdırıcının 1 molu 5 mol elektron qəbul edir. Burada kalium manqan O4-də manqan müsbət 7-dir. Bu bir tərəfdə isə manqan müsbət 2-dir. Çünki xlor -1 idi. Deməli, 7-dən müsbət 2-yə gəlib 5 dənə elektron qəbul edir. Deməli, 5 də bura aiddir. Onda 4, 5, 2, 1, 3 doğru cavab olacaq. 34-cü sualda C variantı. 35-ci sualımız belədir. Kalsium karbonat və natrium xloriddən ibarət reaksiya verilmişdir. Kalsium karbonat, natrium xlorid. Birinci deməli biz verilənləri yazaq. 35-ci sual. Kalsium karbonat, yəni kalsium CO3 bir dənə verilir, natrium xlorid verilib. Deyir ki, ibarət olan A qram qarışıqdır. Qarışığımız neçə qramdır? A qramdır. Karbonun kütlə payı 1,2%-dir. Burada bu qarışıqdakı natrium xloridin kütlə payını müəyyən elə. Tamam. Birinci bu qarışığımızı biz belə bir A qram işarə eləyək. Bilmirik kütləsini. Olan A qram qarışıqdır. Karbonun kütlə payı 1,2%-dir. Deməli, A qramın birinci yazaraq A qram 100%-dir. Bilmədiyimiz üçün X də olsun 1,2%. Buradan X-i tapsaq eləcək neçə? 1,2 A bölünsün 100-ə, eləmi? 1,2
A bölünsün 100 bu karbonun nə idi? Bu birləşmədə, bu qarışıqdakı qramıdır. Karbonun qramını tapdıq. İndi bir dənə də belə bir tənlik yaza bilərik biz. Deməli, A qram 100%-dir, X qramdakı 1,2%-dir. Karbonun qramını tapdıq. 1,2A bölünsün 100-ə. Yaxşı. Bunu bir də belə bir yoxlayaq. 12%. Kalsium karbonatın emeri 100-dür. Yəni 100 qramdır. Və bunun içində 12 qram karbon var. Elə burada 12 qram da 12%-ə uyğun gəlir də. Onu da belə eləyə bilərik də biz. Deməli, 1,2A qram karbon, A bölünsün 100 qram karbondur. Bu uyğun olsun 12%-ə. Çünki biz kalsium karbonatın qramını tapmağa çalışırıq. Deməli, bizim bir X deyək, bu X qramımız da olsun 100%. Yəni biz burada kalsium karbonatın kütləsini X ilə ifadə elədik. Buradan da X tapsaq yenə eləyəcək neçə? A bölünsün 10 eləyəcək, ixtisar aparsaq. A bölünsün 10. A bölünsün 10 eləyəcək. Aha, X-i tapdıq, A bölünsün 10. Yaxşı. X A bölünsün 10-dursa. İndi bizim bu hissədən X kalsium karbonatın kütləsidir. Yəni kalsium karbonatı biz tapdıq, A bölünsün 10. Gətirib yerində yazıram. A bölünsün 10. Əvvəlkisi bir yerdə A isə, onda natrium xloru nə qədər eləyəcək? A bölünsün, yəni A-dan çıxacaqsan, A bölünsün 10 eləyəcək. 9A bölünsün 10. Bizdən faizini istəyir natrium xlorun. Belə eləyərik. A qram idi bu əvvəl. 100% idi. İkisinin qarışığı çünki. Və 9A bölünsün 10 qram da nədir? Natrium xlor var. Bu da X faizdir. Bu da eləyəcək. Xısa getsə, alar da getdi 90%. Deməli, doğru cavab olacaq 35-ci sualda 90%, yəni Y variantı. Aha. Burada oldu deməli Y variantı. 36-cı sual. 36-cı sual alüminium kalium hidroksid məğlulə reaksiyasının sürətini necə artırmaq olar? Birinci yazırıq alüminium plus kalium hidroksid, kalium OH. Deməli alınır kalium, alüminium O2 plus hidrogen qazı və eksotermik reaksiya. Deməli, reaksiyanın sürətinə təsir edən amillər bölməsidir bu. Kalium hidroksidin qatlığını artırsaq, qatlıq artanda reaksiyanın sürəti artır. Bizə də artırmaq lazımdır. Deməli, 1 doğrudur. Alüminium xırdalanma dərəcəsini artır. Yəni, metaldır və bunun xırdaladıqca reaksiyanın sürəti də artır. Çünki nə qədər xırda olsa, o qədər görüşmə sahəsi artır. Yəni. Sonra üçüncü, temperaturu azaltmaqla. Temperaturu azaldanda reaksiyan sürəti əksinə qaydada azalır. Deməli, 3 səhvdir. Deməli, bizə də uyğun olan oldu 1 və 2, 36-cı sual oldu. D variantı. 37-ci suala baxaq. 37-ci sual deməli, yağlar mövzusuna aiddir. Yağlar. 37-ci sual. Birinci belə bir şey yazıram. 0,2 molundan deyir bu maddənin, yağın. Nə qədər karbon qazı alınmışdı? Neçə mol? 11,4 mol. Mən bunun 1 molunda görüm nə qədər var.
Deməli 1 molunda x eləyəcək, bu da eləyəcək 114-ü 2-yə böldük 57. Deməli 57 mol karbon qazı alınıbdır. Deməli burada 57 dənə ilə nə varmış? Karbon varmış. Onda 57 çıxılsın. Yağın tərkibini yazsam belə yazaram. Yağ gliserindən və yağ turşusundan ibarətdir. Aha, hidrogen sayılarını da yazaq. Deməli gliserindən və yağ turşusundan ibarətdir. Gliserində 3 hidrogen karbon olduğu üçün 57-dən 3-ünü çıxaram, qalar 54. Turşunun tərkibində isə nədir? Yağın tərkibində 3 dənə turşu qalığı olduğu üçün 54-ü də 3-ə bölərəm. Eləyəcək 18 karbon. Yəni turşunun tərkibində 18 karbon var. Onda turşumuz belədir də, turşu C17, H indi bilmirik, doymuşdur, doymamışdır. C17 COOH şəklində, belə bu şəkildə yazacağıq. Bunun yerini bilmirik. Hidrogen sayını bilmirik yəni. Bura qədər məncə hər şey yaxşıdır. Buradan sonrasına baxaq. İndi bizə deyir ki, H2O-nun miqdarı nə qədərdir? Mol miqdarı x mol. Bəs tam hidrogenləşməsinə sərf olunan hidrogenin miqdarı y mol. Və x-dən y çıxıb 9.4 alır. Belə bir şey yazaram. Burada hidrogen sayını tapsam mən əgər, belə eləyəcəm. 0.2 molunda vuracam. Nə qədər hidrogen var? 2, 3, 5 dənə bu hissədə var. Yəni gliserin olan hissəsində. 5 hidrogen buradadır. Burada nə qədər hidrogen var turşuda bilmirəm. Onu bir x ilə işarə edirəm. 5 üstəgəl x. Və bizdə H2O-nun miqdarı deyir molla. Deməli onda bu ifadəni 2-yə bölməliyəm ki, çünki H2O-da suyun indeksi 2-dir. Bu bizim bir x-imiz deməkdir, x ifadəmiz yəni. Sonra bundan çıxacaq nəyi? Y. Y nədir? Tam hidrogenləşməyə sərf olunan H2-nin molu. Yaxşı. Biz bilirik ki, bu doymuş halda olsa C17, H35 COH olmalıdır. 35 olmalıdır yəni. 35-dirsə 3 dənə bundan var da, 3 dənə turşu qalığı var. 35-i 3-ə vuranda eləyir 105. Deməli maksimum burada 35, 105 dənə hidrogen olmalıdır bu turşu qalığında. Çünki buradan OH-dan turşudan OH getdiyi üçün təkcə bu radikal hissədəki hidrogenin sayına baxırıq. 3-ü 35-ə vuranda 105 elədi. Deməli onda burada nə qədər olacaq? 105 çıxılsın x, çünki burada əvvəldə x vermişdim. 105 çıxılsın x bölünsün 2 vurulsun 0.2. Yəni burada da H2 dediyi üçün, hidrogen qaz dediyi üçün H2-ni müəyyən eləyəcəyik. Və bu fərq nəyə bərabərdir? 9.4-ə. Yaxşı, buradan hesablasaq, 2-lər getdi. 0.2 5-ə vuranda 1, 0.2 x. X bərabər olacaq burada deməli neçəyə? Bir qarlamada hesablasaq. X bərabərdir 97-yə. Deməli X-i tapdıq biz 97. X-imiz 97-dirsə, bizdən də sual belədir ki, ilkin yağın bir molekulunda hidrogen atomlarının sayını müəyyən elə. İlkin yağda da turşu hissədədir, bax bu radikal hissədədir hidrogen, bir də gliserin olan hissədə. 97 radikaldadsa 5 dənə də gliserin olan hissədədir. 97 ilə də 5 toplasaq eləyəcək 102. Deməli doğru cavab burada da 37-ci sualda oldu.
B variantı 102. Sonra 38-ci sual gəlir. 38-ci sualda məhlul elektroliz olunan maddə veribdir. Deməli, bu maddədə elektrolizdən əvvəl məhlulun qatlığı A-dır, elektrolizdən sonra məhlulun qatlığı B-dir və A kiçikdir B-dən. Yəni, elektroliz olunanda məhlulun qatlığı deməli nə edir? Artır. Məhlulun qatlığı artırsa, deməli, orada parçalanan nə olmalıdır? Su olmalıdır. Yaxşı, yazırıq mis xlor 2. Məhlulun elektroliz dediyi üçün üzərinə su gəlirik və elektroliz edirik. Mislə hidrogendən görürük ki, mis ionu daha fəaldır, katoda mis ionu gedir. OH-la da xlordan xlor ionu daha fəaldır, xlor gedir və su olduğu kimi qaldı. Deməli, biz burada gördük ki, parçalanan duz oldu və deməli, qatlıq nə etməlidir? Burada azalmalıdır. Deməli, bir uyğun deyil. İkinci reaksiyamıza baxsaq, əgər görəcəyik nə? Natrium sulfat. Natrium 2 SO4 plus HOH. Natrium ionu ilə H ionunu müqayisə etsək, hidrogen ionu daha fəaldır turş mühitdə, H2 alınır katodda. OH-la da SO4-ü müqayisə etsək, oksigen qazı alınır katodda və geridə qalır natrium 2 SO4. Gördüyümüz kimi burada su parçalanır və uçur gedir. Deməli, qatlıq nə edir burada? Artır. Bu deməli bizə uyğundur. Aha. Üçüncü sink bromid. Sink brom 2. Sink brom 2. Bunu elektroliz etdikdə məhlulun elektrolizi HOH gəlir üzərinə. Deməli, sinklə hidrogendən fəal olacaq sink. Bromla da OH-dan fəal olacaq brom. Və su qalır burada. Deməli, görürük ki, duz parçalanır. Burada qatlıq əksinə nə edir? Azalır. Mis uyğun gəlmədi, sink bromid gəlmədi. Natrium SO4 uyğun gəldi. Bir də natrium OH olacaq. Natrium OH-ı burada yazıram. Natrium OH plus HOH. Deməli, elektroliz etsək, natriumla hidrogen daha fəaldır. OH-dan da oksigen alınır və natrium OH olduğu kimi qalır. Su parçalandığı üçün natrium OH-ın qatlığı artır. Deməli, doğru cavab oldu 2 və 4. Y variantı 38-ci sualda. 38-ci sual. Sonra 39-cu suala baxırıq. 39-cu sualda 39. Deməli, alüminium sulfatla natrium sulfat məhlulunun dissosiasiyası verilir. Yazırıq deməli, alüminium sulfat, alüminium 2, SO4, 3. Bunu dissosiasiya etdikdə alınır 2 alüminium 3 müsbət ionu plus 3 SO4 2 mənfi ionu. İndi bunun 1 moluna 2 mol alüminium ionu alınır, kationu. 3 mol da SO4 2 mənfi ionu alınır. Bizə verilən isə bunun molu nə qədər verilibdir? 0,2 nü verilib. 0,2 nü. Buradan alınacaq nə qədər? 2 dəfə çoxdur. 0,4 nü. 0,4 nü. Bundan da alınacaq 3 dəfə çoxdur. 0,6 nü. Aha. Dissosiasiya dərəcəsi. Məhlulda alınan anionun mol sayı N-dir.
Bizdə anionu istəyir, heç kationu yazmağa ehtiyac yox imiş. Deməli 0,6 N'in neçə faizini tapmalıyam? 75%. 0,6 N'in 75%. Vur 75 böl 100. Bu da bərabər eləyəcək neçə? N'ə. Yəni 1,8 nü bölünsün 4 eləyəcək. 75 ilə bu ixtisar eləyəndə 4 eləyəcək də. Yəni. Bu ifadəm nəyə bərabərdir? Burada nə veribdir? N. N'ə bərabərdir. Yəni N'imiz 1,8 nü bölünsün 4'dür. Keçirəm digər maddəmizə. Natrium 2 SO4. Natrium 2 SO4. Bunu dissosiasiya etdikdə 2 natrium müsbət plus SO4 2 mənfi iyonu alınacaq. Yenə burada da 1 molundan neçə mol anion alınır? 1 mol. Bəs nə qədər verilibdir bu? Mol sayı nü mol. Nüsündən nə qədər alınır? 1-dən 1 isə nüdən də nü alınacaq. Və məhlulda alınan anionların mol sayı 2N'dir. Onda belə bir şey yazaq. Əgər nü qədər alınsaydı, bunun dissosiasiyası 100% olacaqdır. Çünki tənlik üzrə alınırsa 100%. Bəs 2N qədər alınıbdır. Yəni N'in qiymətini bilirik axı 1,8 nü bölünsün 4'dür. Bu ifadəni 2'yə vuranda eləyəcək. 1,8 nü bölünsün 2. 1,8 nü bölünsün 2 qədər alınır. Bu da A faizə uyğundur. Buradan A-nı tapsaq, A bərabərdir. İxtisar gedəcək. Qalacaq 90. 18 182 bölündə 90. Nülər ixtisar getdi. 90%. Deməli, A-nı hesablayın deyildi. Deməli, neçə faiz imiş A? 90%. D variantı 39-cu sualda. Tamam, keçdik 40-cı suala. 40-cı sualımız bizim belədir. Benzol həlqəsində 3 yeni pəncərə açıq. Benzol həlqəsində 3 dənə deməli nə verilibdir? 40-cı sual. 3 metil qrupu olan izomerin monoxlorlaşma reaksiyasından həlqədəki hidrogenlərin əvəzlənməsi ilə müxtəlif növ məhsullar alınır. Deməli, birinci maddələr yazıram. 1, 3, 5 trimetil benzol. Benzol çəkirəm. Aha. 1, 3, 5. 3, 5. 1, 3, 5 trimetil benzol. Sonra digərimiz 1, 2, 4 trimetil benzoldur. Yenə benzol. Bu dəfə 1, 2, bir də neçədir? 4 trimetil benzol. Bir də deməli 1, 2, 3 trimetil benzol. 1, 2, 3 trimetil benzol. İndi bunların deyir ki, şərtdə hansı hidrogenlərini əvəz edirik? Deməli, hansı hidrogenlərini əvəzləyir? Benzol nüvəsindəki, bax, bu hidrogenləri. Deməli, bax, buradakı hidrogeni, bir də bu hidrogeni. Bunların hər üçünü də əvəz eləsək biz, eyni maddə alır. Yəni, məsələn, buradakı xloru əvəz elədim, tutaq ki, bir maddədir. Buradakı xloru əvəz eləsəm, yenə həmçinin eyni maddədir. Buradakını da əvəz eləsəm, eyni. Deməli, burada x bərabər olduğunda deməli nəyə? 1-ə. Bir cür maddə alınır. Sonra 1, 2, 4 trimetil benzol olanda. Deməli, bir hidrogen burada var,
Biri burada var, bir də burada var. Aha. İndi fikir verək. Burada biz əgər bunu əvəz eləsək, yəni buradakını, bir maddədir. Buradakını əvəz eləsək, yenə başqa bir maddədir. Bunu da. Deməli 3 dənə maddə almaq olur burada. Bu 3-ə bərabər. Bəs burada necə? Biri belədir, biri buradadır, biri də buradadır. Aha, bununla bunu əvəz eləyəndə ikisi eyni maddədir. Bu isə fərqli maddədir. Yəni burada 2 dənə maddə alınır. Doğru cavab onda olacaq nə? X1, Y3, Z2, C variantı. Deməli 40-cı sualda doğru cavab oldu C variantı. Və bu sonuncu sual idi. Diqqətiniz üçün sağ olun. Bəyənib takip eləməyi unutmayın. Təşəkkür edirəm. Çox sağ olun.